Hamını Mərdəkandan, bağdan salamlayıram. Bu qruplarda dayanmadan verilən, təkrar olan suallara baxıb bir video çəkmək qərarına gəldim. Birinci əsas, yəni videonun mövzusu hal-hazırda budamaq eləmək olarmı, budamağını aparmaq olarmı? İkincisi, hal-hazırda bağda daha vacib, daha görüləsən işlər var. Və üçüncüsü, bu mövzulardan əlavə budamanın əsas prinsipləri haqqında olacaq. Düzdür, hal-hazırda budama olunmur, amma ona da baxacaq. Birincisi, bax, güllərə baxaq. Baxın, qızıl güllərə. Elə çiçəkləmədir. Yəni, tək bunlar olsa başqa məsələdir. Yəni, baxın, elə bir gül yoxdur ki, çiçəkləməsin. Bu, Mərdəkanda Abşeron. Bakı, Mərdəkana aiddir dediklərim. Ola bilər Quba, Xaçmaz kimi rayonlarda artıq bu video yəni onlar üçün uyğun deyil. Amma digər bu Bakı, yəni Abşeron kəndləri üçün, Bakı üçün hal-hazırda vəziyyət bu cürdür. Yəni çiçəklənmə üzrədir. Torpaq soymayıb, bitkilər yatmayıb. Ağacda yarpağını töksə belə hələ tam yuxuya getmə prosesi başda bitməyib yəni. Və üzümdür. Yarpaqları hələ də düzü saralsa da üstündədir. Adi bir şeyə baxaq. Baxın, həminin bağında yəqin biber əkir də bu cür. Biber görsünüz. Biberlərə baxın. Hələ də yəni bu keçən həftə yığılıb təkrar verirlər. Biber belə istilik sevən bu qədər bitkidir. Yəqin bilirsiniz biber. Bunun üçün hələ soyuq deyil. Yəni biber üstündəki meyvələri məhsulu daha doğrusu tərəvəzi yetişdirməyə çalışıyor. Qızartmağa çalışıyor. Biraz irəli gedim. Görürsünüz. Çalışır ki meyvələri yetişsin. Yəni şaxta olmayıb, soyuq olmayıb. Bu vəziyyətdədir. Bu vəziyyət onu göstərir ki, başlayıb proses. Düzdür. Yuxuya getmə prosesi başlayıb. Ağacların yatma prosesi. Amma qış yuxusuna getmə prosesi tamamlanmayıb. Demişdim, mən yazmışdım da, o qidalı maddələr hələ gövdədədir. Kökdə toplanmalıdırlar ki, o köklərdə gələn istifadə edə bilsin ağac. İndi budama ağacı, ümumiyyətlə, nəinki ağacı. Qızıl güllərə ümumiyyətlə indi toxunmaq olmaz. Ancaq məcburiyyət qarşısında qalanda mən əl vururam. O da indi yox, hardasa oktyabr ayında, sentyabr-oktyabr aylarında kökləndirmək üçün. Ki, görürsünüz, butulkalarda dayanmadan köklənirlər. Qızıl güllər, çoban yastıqlar, çox şey var burada. Yəni, özünüz də görürsünüz ki, bitkilər, yəni hələ adi bir şey göstərim sizə. Baxın, yabanı, yəni acı badamdır. Baxın, hələ də inkişaf eləməyə çalışır. Almadır. Heyvadır. Bunlar yuxuya getməyibsə, hələ ki bitməyib o proses. Ona görə tələsməyin. Yanvarın sonlarından başlayaraq, hətta fevralın əvvəllərindən, fevralın ortasına qədər, yanvarın ortasından, fevralın ortasına qədər Bakı Abşeron ən ideal vaxtdır. Yanvarın 20-sindən, fevralın 15-20-sinə qədər ən ideal vaxtdır. Ondan sonra artıq ağacların oyanma prosesi başlayır və o kəsmə zamanı elədiyimiz budama nəticəsində yaralar da artıq ağac inkişafa başladıktan sonra dərhal bağlanmağa başlayır. İkinci məsələ, hal-hazırda bağda hansı işləri görmək olar? Budama etmək istəyənlər. Sizə təzə ağaclar əkmişsiniz. Görürsünüz, bu təzə karalök ağacıdır. Ağacın dibinə arada gəlib yüngülvari xırda bir alətlə olur, o dırmıq kimi. Xırda dırmıqla yüngülvari dırmıqlayın. Dərinə yox, ancaq üzdən ki, torpaq nəfəs ala bilsin. Köklər orada qış da olsa inkişaf edəcək. Yəni, ağacı əkdiniz, kəsməyə tələsməyin. Yazda 70,
60, 70, 80 santimetrdən özünüzdə istədiyiniz kimi də istəyirsiniz ağac alçaqdan başlasın, yoxsa yuxarıdan başlasın. O sizin öz istəyinizdən bağlı. Hardan kəsəcəz? İlk o gözlər başlayacaq inkişaf eləməyə. Yəni siz buradan kəsib ağacı, buradan gözlərin oyanmağını gözləməyin. Buradan başlayacaq. Qütbəlik deyirlər ona. Ona görə kəsməyə tələsməyin. Görsəz gözlər artıq inkişafa başlayır, yavaş-yavaş o artıq şişib və o zaman kəsin. İkincisi, yaxınlaşın hər hansı bir ağaca. Məsələn, bu ağac ərik ağacıdır. 4 ilin ağacıdır. Çox sürətli inkişaf edir, çox güclü inkişaf edir. Ağac çaşa şəklindədir, yəni fincan, piyalə şəklində. Gördüyünüz kimi buradan budanıb və daim yana açılmağa çalışır. Amma ağac yenə də öz istədiyi kimi inkişaf eləməyə çalışır. İndi budamasaz belə gözünüzün önünə gətirin. Nə istəyirsiniz siz bu ağacdan? Yəni ağacın yana açılmaq üçün, bax görürsünüz, budaq gedir yana və yana açılır. Bir sağa, bir sola. Amma bu budaq içəriyə tərəf düz yoya millənir. Bu budaq burada lazım deyil. Çarşanı pozur bu. Ona görə bu iki budaqlar qalır. Yuxarıdan budanacaq. Bu budaqda, məsələn, bu budaq gəlir, bu budağa əl vurmayacaq, qısaldacaq. Bu budağa əl vurmayacaq. Amma burada ağac göyə və yana gedir. Bu çox aşağı düşür ağac. Çox aşağıdır. Ona görə də bu budağı kəsib götürüb burada 3 göz var. Bunun biri yuxarı gedən tamamilə ləğv olur. Bir budaq, üç göz saxlanılır. Bir budaq isə hardasa 30 santimetrdən kəsilir. Göyə gedən budaq yenə qısa kəsilir. Yəni ümumiyyətlə gözün qabağına gətirsəz ki, siz ağacdan nə istəyirsiniz? Məsələn, bir budağın altında görürsünüz, bu budaq bu budağın altındadır. Bu budaq bu budağın altındadır. Bu qoymayacaq bu inkişaf eləyə. Nə də bu imkan verməyəcək bu inkişaf eləyə. Ona görə bu budaq götürülməlidir. Bu budaq artıqdır burada. Sonra məsələn gələ bu budağı görürsünüz. Budaq gəlir. Yana açılır. Biri yuxarı qalxır. Jiravikdir. Bu lazım deyil burada. Yana açan budaqları saxlayırıq. Göyə qalxan budağı 3-4 gözdən kəsirik ki, bu əlavə gözlər versin gələnlik üçün. Burada bu budağı saxlayıb bu budaqları ləğv edirik. Burada da həmçinin. Bax, 2 dənə budaq gəlir. Görürsünüz. Biri yuxarı qalxır. Biri yana gedir. Yana gedəni saxlayırıq. Bunu saxlayırıq. Bu budağı ləğv edirik. Bunları artıq gözünün qabağında yavaş-yavaş canlandırın. Bu şpanka vişnədir. Bu ləğv olunacaq. Ümumiyyətlə ləğv olunacaq. Nərdəsə buradan kəsiləcək. Buradan. Bu nayədir. Və ona calaq olunacaq gilas. O vişnədir, gilanlardır. Yəni ona burada calaq eləmişəm. Bu iri yəni bu cür yarpağı da bu cürdür. Yəni iri gilasdır. Bir hissəsi ağdır, bir hissəsi qırmızıdır. Calaq olunubdur burada şpankaya. Bəzən gilası calaq eləyəndə gilası gilanara, vişnəyə calaq eləyəndə bu gilas daha sürətli inkişaf elədiyi üçün bu inkişafdan qalır. Onun üçün çərtmədən istifadə edirsiniz bu cür. Get-gedə onun daha yoğunlanmasına nail olursunuz. Barazdavanya deyirlər rusca. Baxsal internetdə tapa bilərsiniz. Şu calaq eləmişik, bir ilə keçən il calaq olunubdur. Keçən il deyəndə yox, bu il. Elə bu il. Apreldə calaq olunub, ikisi də. Artıq neçə metrdir? Baxın da 2 metrdən yuxarıdır artıq. Yəni bunu bu cür mən saxlasam bu ağac olmayacaq. Bu şvabr olacaq. Bunun üzrə gedəcək. Bax bu hissədən kəsiləcək. Yenə də yerdən 60-70 santimetr saxlanılıb kəsiləcək və bu budaqlar calağa istifadə olunacaq həmin hissə üçün. Yəqin ki armudda belə bir şey haqqında eşitmişsiniz. İpdən istifadə eləyərək armudun bu cür budaqların yanına əysən, yuxarı getməyin qarşısını alırlar. Bunu da kəsməyə ehtiyac olmur. Bu da ikinci bir üsuldur. Yəni armud yuxarı getməmək üçün bu cür gövdəsinə parça bağlanır və iplə bu cür bağlayırsan, artıq armud onda inkişafdan yuxarı inkişafını saxlayır, başlayır meyvə gözləri verməyə.
Buna da baxa bilərsiniz internetdə. Bax bu cür planlaşdırmanı həyata keçə bilir. Qızıl güllərə yaxınlaşdı. Qızıl gülləri sortundan asılı olaraq 30, 40, 50 santimetrdən budanır. Yəni bu qızıl gülü götürüb buradan azca kəsib budamağa çalışmayın. Bu gələn il 2 metrə qalxacaq, məcbur olub budayacaqsınız. Və bu hissədə yerdən 40-50 santimetr uzağı. Mən daha aşağıdan eləyirəm ki, daha çox kollansın. Digər ağac üstündə göstərim. Baxın bu yastı şaftalıdır. 3 yaşı var. Yaxşı gözəl meyvə verib. Çox dadlı, çox iri, yaxşı, əla yastı şaftalıdır, əncir şaftalı. Bu ağaca baxırıq. Bu ağaca gülvarı yay budaması olduğuna görə buna çox əl vurmağa ehtiyac yoxdur. Sadəcə baxın, görürsünüz, gəlir budaq, boşluqdur. Birdən-birə bu budaq ortaya tərəf çıxır. Bu budaq kəsilib götürüləcək. Bu budaq kəsiləcək ki, pozulmasın. Yəni bu çaşa, piyalı şəklində pozulmasın. Bu cür nazik budaqlar var, zəif. Aşağıda bu cür nazik budaqlar. Bunlar kəsilib götürüləcək. Məsələn, bir yerdən 4-5 dənə budaq gedir. Bu ikisi götürüləcək, bu budaq saxlanacaq. Bu kəsilib, get-gedə ağacı yana açacaq. Çünki ərazi imkan verir. Burada da armudu görürsünüz, iplərlə, görürsünüz, aşağıdan bağlanıb parça və iplərlə yanar. Bunu yuxarı inkişaf qabağını almaq üçün kollansın. Bu da həmçinin. Həddən artıq gücü verdikcə bu cür sınma olur. Bu da qorxulu deyil, kəsib buradan atacağıq. Çox təsadüfi hallarda olur, budaq çox sərt olduqda. Bunu adətən iyul ayında eləyirlər, iyulda, inkişaf tamda, yəni zəifləyəndə. Sadəcə mən indi eləyib apreldə açacağım ki, açmayanda buradan həddən artıq güclü bizlər verir. Ona görə açdıqda ağac qismən geri qayıdır və 45 dərəcəni alır. İndi nə etmək olar bağda? Bu da 3-cü sual. Ümid edirəm siz də mənim kimi bu cür alma tumları, karalok tumları, xurma karalok tumları alma. Bundan başqa heyva var. Yəni yığıb, toplayıb hazırlamışam. Bundan başqa şaftalı tumları var. Bundan başqa çox gözəl cır ərik tumları var. Bir qabdır böyük. Bu ərik tumunu nəyə görə saxlamışam? Ümumiyyətlə əriyə, bu cır ərikdir. Gördüyünüz kimi balacadır. Cır əriyə çox yaxşı ərik, şaftalı, nektarin, yastı şaftalı calaq eləmək olur. Bəzi adamlar alça da calaq eləyirlər. Düzdür, alçıya calağa da olunur bunlar, cır alçıya. Amma cır alçanın bir mənfi cəhəti var. Çox güclü küləklərdə calaq yerindən sonra da ağac böyüklükdə sınma baş verir. Bunları nəyə yığmışıq? Bunlar artıq vaxtı bu cür krantın yanında bir yerdə, bir suya yaxın olan yerdə. Bu cür yer qasılır. Yanmış peyin, kül, nitromofoska, azofoska nə varsa qatılır sizə torpağa payızın əvvəlləri və belə indinin özündə. Biraz qum qatırsınız. Sonra yaxşı-yaxşı qarışdırılır və bu cür hazır saxlanılır. Sonra bu cür hissələrə ayrılır. Məsələn, mən bura heyva toxumu səpəcəm. Bura alma toxumu səpəcəm. Bura şaftalı. Bura cır ərik. Bunlar hamısı səpəcəm. Onlar haradasa apreldə, mayda, aprelin sonları mayda başlayacaqlar inkişaf edəcək. Heç nəyə əl vurmayacaq. Necə var o cürdə inkişaf edəcəklər. Sadəcə arada su verəcək. Hansı güclüdür, hansı dözümlüdür, onlar sağ qalacaq. Yəni çox sıx səpiləcək. Hansılar ki o rəqabətə güc gələ bilməyəcək, onlar tələf olacaq. Onlar demək ki, onlardan ağac olmaz. Ona görə biz aldığımız ağaçların, yəni gedib oradan hardansa alırıq da onu. Onların çoxu məhv olur. Çünki onlara dayanmadan qarmonlar, dayanmadan vitaminlər verilir ki, onlar da dözümsüz olurlar. Onların məqsədi daha çox satma olduğuna görə onların hər bir ağacın üstündə əsirlər. Bizim elə bir prinsipimiz yoxdur. Alma bu dəqiqə çalışıb cır alma üzrə. Meşoklarla satırlar. Meşoğu 1 manat, 1 manat 50 qəpiyə. Onun üstü bizə bəlkə də istəyirsiniz istifadə edin, sok üçün istifadə eləməyin, vacib deyil. Əsas tumlarıdır. Bu tumlar istifadə olunduqca yığılır.
cır heyva, cır alma, cır məsələn karalok. Mütləq cır olmalı ki, dözümlü olsunlar. Bu cür onlar burada özləri təbii seçmə keçirlər. Maya. Ta onlar inkişaf eləyirlər sentyabr ayına qədər. Sentyabr ayında sən bunlar 2 dənə yan yana bax. Həmin o 2 dənə mənə cır badam vermişdilər toxumu. Acı badam. Onları əkdim. İkisi də çıxdı orada. Sentyabr ayında orada onlara bu cür göz zalağı elədim. Görüm göstərəcəm. Bu burada tutubdu göz zalağı. Burada da eyni göz zalağını elədim. Sentyabrdan ta 15-20 gün ərzində onlar tutur. Sentyabrdan axırları olumda. Hətta oktyabrın əvvəllər. Dekabrə qədər inkişaf elədilər. Artıq tutmuşdular gözdə. Oradan çıxardıb gətirdim, əkdim bura. 2 yan yana əkdim. Hansı daha güclüdür o inkişaf edəcək. Həmçinin alma. Alma ağacı. Bu cür almadır. Toxumdan çıxıb. Bu cür göz zalağı olunub. Göstərim. Bu cür. Yəni açmışam, təzədən bağladım. Daş kimi tutub. Bu təkcə bunlar deyil. Bundan başqa heyvaya mesela burada da 2 heyvalar əkilib. Bu heyvadır, bu da heyvadır. Bunlara da armud və iri heyvalar calaq oldu. O bu cür. Baxın. Burada calaq var, burada göz calağı var, göz oturu var. Və bu cür sizin daim bağınızda ehtiyat üçün ağacınız olur. O ağac orada uzun müddətdə qala bilər. Oradan çıxardıb dibçəyə dəkə bilərsiniz. İstədiyiniz başqa bir yeri müvəqqət əkib sonra ağaclarınızdan biri yanarsa və ya nəysə bir problem, xəstəlikdən və ya nədənsə zəifləməkdən tələf olarsa siz onu dəyişə bilərsiniz. Yəni bağda bu dəqiqə böyük bir iş yoxdur. Bağda ancaq bax belə bir işlərlə hal-hazırda baş qatmaq olar. Həddən artıq çox sırtıq bitkilər var. Məsələn, onları nə qədər istəyirsən qarşısını almağa yenə də qarşısını almaq çətin olur. Məsələn, biri it burnudur. Mən artıq yavaş-yavaş məsələn onun budanmasını etmişəm. Nə qədər məsələn çıxıb. Yavaş-yavaş calağını eləyirəm. Çünki bilirəm ki, bunu nə qədər kəssəm, doğrasam da onun vecinə deyil. Nə qədər çox kəssəm, o qədər daha çox dibdən köklər verir. Yəni bu cür xırda işlərdən yavaş-yavaş başlamaq olar. Amma əsas budağı yenə deyirəm, fevral ayını saxlamaq daha yaxşı olar. Və ya yanvarın 20-sindən sonra. Bu qədər. Hamı uğurlar. Kimin nə sual olsa çalışıb cavab verək.